Fərid Hamletoğlu 22 mart 2001-ci ildə İsmailli rayon Kütmaş kəndində anadan olub. 2007-2018-ci ildə Kütmaş kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə İsmailli Dövlət Humanitar və Texnologiya Kollecinə turizm və onun təşkili ixtisası üzrə qəbul olub. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə gedib. Azərbaycan ordusunun əskəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və döyüşlərin birində qəhrəmanlıqla şəhid olub. Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda Füzulinin azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. İsmailli rayon Kütmaşı kənd qəbirstanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.